Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Liderlik dedikdə bir çox insanın ağlına ilk olaraq rəhbərlik etmək, əmr vermək və ön planda görünmək gəlir. Lakin mütəxəssislər bildirirlər ki, əsl liderlik bundan daha geniş anlayışdır. Lider olmaq təkcə insanlara tapşırıq vermək deyil, həm də məsuliyyət daşımaq, çətin anlarda düzgün qərarlar qəbul etmək, ətrafındakı insanlara motivasiya vermək və onları ortaq məqsəd ətrafında birləşdirmək bacarığıdır. Astrologiyada da bəzi bürclərin təbii liderlik xüsusiyyətlərinə daha çox sahib olduğu qeyd edilir. Onların xarakter xüsusiyyətləri, qərar vermə bacarıqları və insanlarla münasibət qurmaq tərzi liderlik qabiliyyətlərini ön plana çıxarır. Bugün sizə liderlik enerjisi ilə seçilən 4 bürc haqqında ətraflı məlumat təqdim edəcəyik. Siyahının ilk sırasında Şir bürcü yer alır. Astrologiyaya görə Şir bürcü özünə inamı, yüksək enerjisi və diqqət çəkən xarakteri ilə seçilir. Onlar daxil olduqları hər bir mühitdə asanlıqla diqqət mərkəzinə çevrilə bilirlər. Şir bürcünün nümayəndələri insanları ruhlandırmağı, onlara güvən aşılamağı və komandanı vahid məqsəd uğrunda birləşdirməyi bacaran şəxslər kimi tanınırlar. Onlar çətinliklərdən qorxmur, məsuliyyətdə yaymır və qarşılarına qoyduqları məqsədə çatmaq üçün əzm göstərirlər. Məhz buna görə də bir çox hallarda rəhbər və lider mövqeyində uğur qazana bilirlər. Liderlik xüsusiyyətləri ilə seçilən digər bürc isə Qoç bürcüdür. Qoçlar cəsarətli, enerjili və təşəbbüskar olmaları ilə tanınırlar. Onlar risk etməkdən çəkinmiş və gözlənilməz vəziyyətlərdə belə qısa zamanda qərar qəbul edə bilirlər. Böhran anlarında əksər insanlar tərəddüd etdiyi halda Qoç bürcünün nümayəndələri məsuliyyəti öz üzərlərinə götürərək vəziyyəti idarə etməyə çalışırlar. Bu xüsusiyyət onların lider kimi qəbul edilməsinə səbəb olur. Onlar daim irəli getməyi, yeniliklərə açıq olmağı və başqalarını da hərəkətə keçməyə təşviq etməyi bacarırlar. Növbəti bürc Oğlaqdır. Astrologiyada Oğlaq bürcü planlı, intizamlı və məsuliyyətli xarakteri ilə tanınır. Onlar qısa müddətli uğurlardan daha çox uzun müddətli hədəflərə üstünlük verirlər. Oğlaq bürcünün nümayəndələri hər bir işi əvvəlcədən planlaşdırır, səbir və əzmlə məqsədlərinə doğru irəliləyirlər. İş həyatında etibarlı və sabit rəhbər kimi tanınmaları da məhz bu xüsusiyyətlərindən irəli gəlir. Onlar emosiyalardan çox məntiqə üstünlük verir, komandanın inkişafını və uğurunu daim diqqətdə saxlayırlar. Liderlik potensialına malik olduğu bildirilən digər bürc isə Əqrəbdir. Əqrəb bürcünün nümayəndələri güclü intuisiya, dərin analiz bacarığı və strateji düşüncə tərzi ilə seçilirlər. Onlar hər zaman diqqət mərkəzində olmağa çalışmasalar da, hadisələri düzgün qiymətləndirmək və doğru zamanda düzgün addım atmaq bacarıqları ilə fərqlənirlər. Çətin vəziyyətlərdə soyuqqanlı davranmaları və vəziyyəti nəzarətdə saxlaya bilmələri onları təsirli liderlərdən birinə çevirir. Mütəxəssislər bildirirlər ki, bu 4 bürc liderlik enerjisini müxtəlif formalarda nümayiş etdirir. Bəziləri güclü xarizması ilə insanları arxasınca aparır, digərləri isə planlı fəaliyyəti, strateji düşüncəsi və məsuliyyət hissi ilə ön